Salam dəyərli izləyicilər. Növbəti sınavımız gəldi. Paylaşın ki, daha çox abituriyent faydalana bilsin. Birinci sual. Bərabərsizliyin ən böyük mənfi tam həlli ilə ən kiçik müsbət tam həllinin cəmini tapın deyib. Sadələşdirək bunun bərabərsizliyi 4 çıx x kvadrat etdim. X kvadrat çıx 4x üstəgəl 4. Mənfi 2x kvadrat 4 tərafı islah olacaq. Üstəgəl 4x eşitdir 0. Burada mənfi 2x'i çıxarsaq x çıx 2 olacaq. Üstə 2. Mənfi 2'ye bölsək x çıx 2 böyükdür 0 qalır. Bərabərsizliyi həll edəcək. Evet, 0 ve 2. Müsbət, mənfi müsbət. Demək, bizdən də burada soruşduğu zaten böyükdür. 0 aralıqdır. Bu da mənfi sonsuz 0, 2 müsbət sonsuz olacaq. Ən böyük mənfi tam həlli mənfi 1 olacaq. Ən kiçik müsbət tam həlli 3 olacaq. Cəmi isə 2. Deməli, cavab 2 olacaq. İkinci sual. Kiçik oturacağı yan tərəfindən 2 dəfə kiçik olan bərabər yanlı trapesiya çəkək. Yan tərəfdən 2 dəfə kiçik. Yəni, mən bura x desəm, yan tərəflər 2x şəklində olacaq. Daxilə çəkmiş çevirən radiusu da bilirik ki, hündürlüyün yarısıdır. Deməli, hündürlük burada 2 yerdir. Yəni, 4 kök altda 3'dür. Və qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. 2x üstəgəl 2x 4x elədiyinə görə böyük oturacaq olacaq 3x. Böyük oturacaq 3x. Bu isə bilir ki, orta xəttə bərabərdir. 3x ilə x-in cəminin yarısı 2x eləyir. O zaman bura x qaldı. İndi isə biz Pifagor teoremini yaza bilərik. X kvadrat. Ya da ki, birbaşa artıq burada məlum ki, 30 dərəcə olacaq. Çünki bu hipotenuzun yarısıdır. Burada 60 dərəcə olacaq. Onda x-imiz burada artıq 60 dərəcə bucaq qarşısında katet. Bunun köklü 3 olduğundan x-imiz 4 olur. Trapesinin sahəsini soruşur. 12 aldıq. Oturacağım biri 12. Biri də bura isə 4. Onda S sahə bərabərdir. 12 üstəgəl 4 bölünsün 2 vurulsun hündürlük. 4 kök altda 3. Bu isə 32 kök altda 3 alınır. Yəni C bəndi. Üçüncü sual. Vurğu kök hissəsi daxilində yazın. Vurğu kökün altına salmaq, onun mənfi və müsbət olmağını bilməliyik. Kök altındakı ifadəyə fikir versək, baxın. Mənfi modulda x, bu onsuz da müsbətdir, bu heç. Amma mənfi x-in üstündə 3, qüvvəti 3'dür. Yəni tək dərəcədən bu mənfi olacaq. Yəni bu nəticəsi mənfidir. Ona görə də burada x-in qarşısında mənfi var. Deməli, x özü gərək mənfi olsun ki, bu ifadənin mənası olsun. X mənfidir. Əgər x mənfidirsə, o zaman mənfisini çöldə saxlayıb özünü içəri salırıq. X kvadrat vurulsun mənfi x kubu vurulsun. İndi modulu baxaq. X mənfidirsə, modul içərisi müsbətdir. Deməli, müsbətdirsə biz olduğu kimi onu çıxartmalıyıq. Olacaq mənfi x bərabərdir. 2 mənfi müsbətə çevirəcək. Kökün altında isə yenə mənfi orada müsbət alınacaq. O zaman x üstü 6 qalacaq. Deməli, cavab B bəndi olacaq. Dördüncü sual. ABC düzbucaqlı üçbucağının A təpəsindən onun müstəvisinə AK perpendikulyar qaldırılmışdır. Gəlin, düzbucaqlı üçbucağı öncə quraq.
Deyək ki, bu düzgün uçağımızdır. Bu A'dır, bu C 90 dərəcədir, burada B'dir. Və deyir ki, AK perpendikülər qaldırılmışdır. A'dan perpendikülər qaldıraq. AK. Və deyir ki, AKC bərabər, tamam. Demək, bu buna bərabərdir. İndi isə KCB müstəvisini çəkək. Tamam, buradan B-ni və C-ni birləşdirək. KCB müstəvisidir. Bunu burada göstəreyim. Aha. İndi və bizdən deyir ki, KCB və ABC altda qalan müstəvi. Bu cavab soruşur. Bunun üçün biz oradan hündürlükləri çəkməliyik. Amma indi baxaq bura. Bax, BC, görürsünüz, BC düz xətdir. KC-nin proyeksiyası olan AC-yə nədir? Perpendikülərdir. Onda 3 perpendikülər teoreminə görə bu həm də onun mailə, yəni KC-yə də perpendikülər. Yəni burada BC KC-yə perpendikülərdir. Onda elə bu iki müstəvi arasında qalan bucaq, bax bu bucaq olacaq. Maillə müstəvi arasında qalan bucaq. Bunlar da düzbucaq bucaq olduğundan katetlər bərabərdir. Bu da 45 dərəcə olmuş olacaq. Yəni cavab A bərabər. 5-ci sual ABC üçbucağı verilibdir. 2 alfa, 3 alfa, 36 AB. Perimetri soruşur. İndi burada bir dənə də şərt verilib. Deyir ki, AD tən böləndir. O zaman bu 36 dərəcədir. Gerisi aydındır artıq. 2 alfa üstəgəl 36 bərabər 3 alfa olmalıdır. 2 daxili bucağın cəmi xarici bucağa bərabər olmalı. Alfa 36 olur. Əgər alfa 36 ise burada 72 olur. Burada 72 olur. Bu da 72 dərəcə olur. Bu 36 dərəcə olur. Onda buna bərabər olmuş olur. Qaldı bizə o biri tərəf tapmaq. Bu da 36 dərəcə olur. İndi bu hissə, baxın bu hissə A-ya bərabərdir. Onda bu A açıq B olur. Açıq B olur. Və burada ümumi halda baxaq. Buna bərabər. Yəni bizə qaldı bir dənə AB-ni tap. Burada da 36 var. 2 bucaq bərabərdir. Onda bu hissədə bu hissəyə bərabər olmalıdır. Yəni bu A açıq B olur. Onda perimetr bərabərdir. A üstəgəl A üstəgəl A açıq B. Yəni 3A. Yox, mən burada bucağın birini səhv yazmışam. Onu düzəldək. 72'dir. 72 ise bu B'dir. Bayaq yazdıq. 72, 72. Bunda bunlar burada bərabər olan tərəflər. Bu tərəf olacaq. Yəni bu hissə olacaq B. Bu hissə B. Bu da B oldu. O zaman perimetr olacaq. 2 dənə A, bir dənə də B. Yəni 2A üstəgəl B. B var. 6-cı sual. Nöqtələrindən seçilmiş iki nöqtənin tənliyi ilə verilmiş çevrənin daxilində yerləşməsi ehtimalı. Bütün mümkün hallara əvvəlcə baxaq. Deməli, ehtimal bərabərdir. Kombinezon 2 dənə nöqtə seçiriksə 1, 2, 3, 4, 6 nöqtədir. Yəni 6-dan 2 olacaq. İndi daxilində yerləşmə ehtimalı üçün əlverişli hallar tapaq. Mənfi 2 və 4 əgər burada yerinə qoysaq, mənfi 2-nin kvadratı 4, 4-ün kvadratı 16 bərabər 20. 25-dən kiçik oldu. Deməli, daxildə yerləşir. Biri budur. İkinciyə baxsaq, 9 üstəgəl 9 eləyəcək. 18. Bu da daxildə yerləşəcək. İkinci nöqtə tapdıq. 1 və 5. 1 üstəgəl 25 bərabər 26 eləyir. Artıq xaricdə oldu. Bu bizə lazım olmadı. 3 və 4.
9 üstəgəl 16 bərabərdir 25. Bu çevrənin üzərində yerləşir. Bu da lazımdır, olmadı. 0 üstəgəl 36 bərabərdir 37. Bu artıq xaricdə yerləşir. 0 üstəgəl 16 bərabərdir 16. Bu da bəli, daxildə yerləşir. Deməli 3 nöqtə daxildə yerləşəcək. Onda əlverişli hallarımız 3 əsasdan 2 kombinezon 3-dən 2 olacaq. Bərabərdir. Bunu hesablasaq. Beşdə 1. Bəli. 7-ci sual. İlk öyrədi KX çıx 4 düz xətti ilə koordinat başlanğıcına simmetrik olan düz xətt. Koordinat başlanğıcına buna simmetrik olan düz xəttin tənliyi olacaq. KX üstəgəl 4. Mənfi 1, 2 nöqtəsindən keçir. Deməli, x-in yerinə mənfi 1, y-in yerinə 2 yazarıq. Və buradan k-nı tapmış olarıq 2. Yəni, A bənd. 8-ci sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Y bərabərdir 2 sinus kvadratı x. Tangens kotangesini da 1 eləyər. Üstəgəl 2. Bu isə bərabərdir 2 sinus kvadratı x üstəgəl 1. İndi sinusun minimum qiyməti burada kvadrat olan 0-dır. 2 vur 0 üstəgəl 1 bərabərdir 3. Maksimum 1 ala bilər. 2 vurulsun 1 üstəgəl 1 bərabərdir. Bu 1 eləyir. Bu da 3. 1-3 arası. Amma indi burada belə bir şey var. Biz sinusa 0 verdiyimizdə x sinus 0 olanda burada bucaq 0 olur. X 0 olur. Və 0-da bilirik ki, kotangens təyin olunmayıb. Yəni, x-in yerinə biz 0 yaza bilmərik. O zaman kotangensin mənası olmaz. Ona görə bu 1-i almayacaq. Yəni, 1 açıq mötərizədə olacaq. Həmçinin 1 sinus x-a 1 versəm, bucaq 90 olacaq. Bu zaman tangens orada mənası olacaq. Ona görə 3-ü də almayacaq. Yəni, cavab 1-3 arağı, amma açıq mötərizə olacaq. 9-cu sual. 8 qadın və 7 kişidən ən azı 4 qadın olan 5 nəfərlik neçə müxtəlif qrup düzəltmək olar? Ən azı deyil 4 olsun. Onda qruplar bu şəkildə ola bilər. 1, 2, 3, 4 qadın olar. Ən az 4. Biri kişi ola bilər. Bir bu hal var. Burada da olacaq. Deməli 8 əsasdan 4. Yəni 4 qadın seçirik. 7 kişidən də birini seçə bilərik. 7-dən 1. Bu bir hal. Bir də başqa necə ola bilər? Hamısı qadın da ola bilər. Çünki ən az burada da 4 qadın var. Bu isə olacaq 8 əsasdan 5. Kombinezon 8-dən 5. İndi bunları hesablasaq. 5, 4 vurulsun. Bu da 7 eləyir. Deməli 2, 10, 490. 8 əsasdan 5-i də hesablayaq. 56. 490 üstəgəl 56. Bu isə eləyər 546. Yəni B var. 10-cu sual. İfadəsinin qiyməti hesablayın deyir. Burada biz bu ifadəyə baxaq. Bu ifadənin hər tərəfini 2-də 1-ə vururam. 2-də 1. Deməli 1 üstəgəl 2-də 1. 1 üstəgəl 4-də 1. Bərabər A. Bu 2-də 1 də yaza bilərəm. 1 çıx 2-də 1. Onda bu birinci ilə ikinci müxtəsər mövzusuna görəcək. 1 çıx 4-də 1. Sonra bununla bunu qruplaşdırsaq, verəcək 1 çıx 16-da 1. Və nəhayət bununla bunu qruplaşdırsaq, 1 çıxılsın, axırda alınacaq. 1 çıxılsın, 256-da 1 bərabərdir A-ya. Bu tapdığımızı gətirib, bizdən nə soruşursa orada yerinə qoyuruq.
Bu ifadədə yerinə yazarıq. 1 bölünsün 4-cü dərəcədən 1 çıxılsın. Bu 1 üstəgəl olacaq. 256-da 1. Bu isə bərabərdir. 1. Bu 1'lər getdi. 256-da 1-dən də artıq 16-nın kvadratı 2-də 1 alınacaq. Bu da bərabərdir 2. Yəni cavab C bəndi olacaq. 11-ci sual. M-in hansı qiymətlərində funksiyasının qrafiki -1 düz xəttindən yuxarıda yerləşər? Yəni x kvadrat çıx 3x üstəgəl m böyükdür -1 olar. Yəni qiymətlər -1-dən yuxarıda yerləşəcək. Bu bərabərsizliyin həmişə müsbət olması üçün də bilirik ki, diskriminant 0-dan kiçik olmalıdır. Yəni 9 çıxılsın 4 vurulsun m üstəgəl 1 kiçikdir 0. Kiçikdir 0 deməli -5 m böyükdür. 5-i 4-ə bölsən 1,25 yəni C bəndi. 12-ci sual. Tənliyini həll edin. Təbii ki, burada hər birini ayrı-ayrı sıfır eləməliyik. Sinüs x bərabər 0, x bərabərdir πk. Sonra kosinüs x bərabər 0, x bərabərdir pi bölü 2 plus pn. İndi dairəvi vahid radiuslu çevrədə baxaq bunlara. Deməli sinus kökün altındadır. Yəni sinus müsbət olmalıdır. Yəni ancaq birinci, ikinci rüblərdəki həlləri biz götürməliyik. Ancaq 1 və 2-ci rübə düşər. İndi pk, k 0 olsa bu hissə alınır. Bax, burası 0. 0 olarmı? Olar. Burada da 0 olarmı? Olar. Deməli, həllərdən biri pk-dır. Bu həlləri silir yerə ki. İndi kosinüsə baxaq. Pi bölü 2 90 alır və üzərinə 180 gələcək. Burada sinüs müsbətdir, problem yoxdur. 180 dərəcə əlavə etsəm 270-ə gələcək. 270-də isə sinus mənfidir. Yəni kök altı ifadəm burada mənası olmayacaq. Ona görə bu həlli atıram. Və bunun periodunu yazıram. Pi bölü 2 üstəgəl gətirirəm hara? Bir də 90 dərəcəyə. Əvvəlki bu da üstəgəl 2 pi, yəni 360 dərəcə fırlanmalıdır. Onda cavabımız olacaq D variantı. Pk və pi bölü 2 üstəgəl 2 pi. 13-cü sual. Binomun açılışında x dəyişəni iştirak etməyi tapın. Əslində biz buradakı binomun hamısını açıb göstərə bilərik. Təxmini fikirləşə də bilərik ki, burada köklə x məsələn 4-cü dərəcə olsa, x də 2-ci dərəcə olsa, burada ixtisar gedə bilər. Yəni ixtisar gedən həddi tapmaq lazımdır. Amma mən açacağım indi bunu. Yəni bunu açmağı da bacarmaq lazım təbii ki. Deməli olacaq 6-dan 0 kök altda x üstü 6 çıx 0 yəni 6 2 böl x üstü 0 yəni 1. Burada göründüyü kimi x var. Üstəgəl 6-dan 1 kök altda x üstü 6 çıx 1 5. Yəni ümumi həddi mən burada aşağıda yazıram. Cn-dən k, a üstü n çıx k, b üstü k. Yəni bu şəkildə buna baxıb açmalıyıq da. Bu deyəcək 2 böl x üstü 1. Yəni 2 bölünsün x. Üstəgəl 6-dan 2 kök altda x üstü 4 6 çıx 2. 2 böl x üstü 2. Yəni 4 böl x kvadrat. Üstəgəl 6-dan 3. Kök altda x üstü 3. Onun da kubu. Yəni 8 böl x kubu. Və s. Davam eləmirəm. 6-dan 6-ya qədər aça bilərik. İndi burada artıq tapdıq biz həmin həddi. Yəqin ki gördünüz, baxın. 3-cü hədd. Budur. X dəyişəni iştirak eləmir. Niyə? Burada indi biz kombinasyon hesablayaq. Kök altda x üstü 4 deyəcək x kvadrat. Bu da 4 bölü x kvadrat. Bunlar artıq x'lər burada ixtisar gedir. Qalır 30, 15, 60. Yəni A.
14-cü sual. Düz parketin oturacağın tərəfləri 2 sm, 3 sm. Bu tərəflər arasında bucağı 60 dərəcədir. Parketin kiçik diaqonal oturacağın böyüklüyünə bərabər olsun. Həzmi tapın. Düz parketdə isə oturacağı parallelogram parketdə isə ümumiyyətlə paralelogramdır demək. Deməli, tərəfləri 2, 3, bunların arasında bucaq 60 dərəcədir. Həcmi soruşur. Biz oturacağın sayısını buradan tapa bilərik. Yəni S oturacaq bərabərdir. Paralelogramın sayəsini bilirik. AB sinus alfa, yəni 2 vur, 3 vur. Sinus 60 dərəcə. 3 kökətdə 3. Qaldı bizə hündürlük. Oturacağın sayəsini tapdıq. Və burada deyir ki, paralelogramın kiçik diaqonalı. Baxın, paralelogramın kiçik diaqonalı. Oturacağın böyük diaqonalına bərabər olarsa, yəni bunlar bərabərdir. Gəlin belə bir şey eləyək. Bu böyük diaqonala D1 deyək, onda bu da D1 olar. Kiçik diaqonalı da götürək D2. Bu da H-dır. Tamam. İndi D1-in kvadratı üstə gəl D2-nin kvadratı bilirik ki, bərabərdir 2 vurulsun. 2-nin kvadratı üstə gəl 3-ün kvadratına. Bu da bərabərdir 26. İndi baxın, burada nə görünür? Düzbucağı fikir versək, bax sarı xəttlərdən çəkdim, iştiqlədim bu üçbucağı. O üçbucağı fikir versək, düzbucağı bucaqdır və indi isə biz burada məsələn D2-ni tapa bilərəm. Kosinuslar terminlə bu üçbucaqdan D2-nin kvadratı bərabərdir. 2-nin kvadratı üstə 3-ün kvadratı. Çıxsın 2 vur, 2 vur, 3 vur. Kosinus 60 dərəcə. Bərabərdir. 13 çıxsın. Kosinus 62-də 1-dir. 6 bərabər 7. Onda D1-in kvadratı olacaq. 26 çıx 7 bərabər 19. İndi gəldik bu düzbucağı bucağa. Bayaq dediyim düzbucağı bucağı. H kvadrat bərabərdir. D1-in kvadratı çıx D2-nin kvadratıdır. Bu da bərabərdir 19 çıx 7, yəni 12. Onda H-ımız olur 2 kök altda 3. Deməli, hündürlüyü də tapmış olduq. Hündürlüyü də tapmış olduq. İndi isə gəlin həcmi tapaq. Və prizmanın həcmi bilirik ki, S oturacağın sahəsi vurulsun hündürlükdür. Yəni 3 kök altda 3 vurulsun 2 kök altda 3 bərabərdir. Deməli 6 vur 3 bərabər 18. Yəni A bəndi. 15-ci sual. Çoxhəllisinin PX çoxhəllisinin QX çoxhəllisinin bölünməsindən alınan qalığı tapın. Biz bilirik ki, Bezier teoreminə görə burada x plus 2 bərabər 0 tapırıq. Mənfi 2. Deməli, mənfi 2 də o qalığa bərabər olmalıdır. P mənfi 2-dən yerini hesablayaq. Mənfi 8 çıx 8 üstə gəl 10 üstə gəl 1. Mənfi 5 deməli qalıq mənfi 5 olacaq. 16-cı sual limiti hesablayın. Bu şəkildə yazacaq. Limit x yaxınlaşır 0-a. Deməli 2 sinus 2x bölünsün x. Bu da görkəmli limitdir. Bildiyimiz kimi bu ikini kənara çıxardıram. Geriyə qalan hissədə bilirik ki, burada biz bunu necə hesablayırıq? 2 bölünsün, bir əmsallarını bölürük, o da bərabərdir 4-ə. Yəni, E bəndi. 17-ci sual doğranı və hündürlüyü uyğun olaraq 10 və 8 olan konus. Deməli, 10-dur. Hündürlüyü isə, yox, bu 10-dur. Doğran 10-dur. Hündürlüyü isə 8-dir. O zaman oturacağın radiusu 6 olacaq. Və deyir ki, konusun daxilinə oturacaq konusun oturacağı üzərində yerləşən. Yəni yarımkürə. O yarımkürənin oturacağı əslində elə konusun oturacağı deməkdir. Deməli yarımkürənin də radiusu elə 6 olacaq. Və yarımkürənin həcmini soruşur. Pi də 3. Həcmi bilir ki, 3-də 4 pi r kubudur. Yarımkürə olduğuna görə də bunu yarıya bölməliyik. O zaman 3'də 4 vurulsun 3 vurulsun 6'nın kubu vurulsun 2'də 1. 2 vurulsun 216.
Yəni 432A variantı. M-in hansı kiçik qiymətində tənqlər sisteminin 2 bərabər həlli var? Əvəz etmə ilə birincidən y-i tapaq, birinci tənlikdən, ikinci tənlikdə yerinə yazsaq, m çıx x bərabərdir 4, mx x kvadrat. Buradan da x kvadrat çıxsın mx üstə gəl 4 bərabər 0. 2 bərabər kökün olması üçün təbii ki, burada diskriminant 0 olmalıdır. Buradan da m bərabərdir plus minus 4. Kiçik qiyməti də mənfi 4. 19-cu sual. Oturacağı 12 cm olan, yan tərəfi 10 olan bərabər yanlı üçbucaq verilmişdir. Mərkəzi oturacaq üzərində olan çevrə üstünün yan tərəflərinə toxunur. Çevrənin radiusunu tapın. Bildiyimiz kimi, əgər mən bu düz xətti birləşdirsəm, bu tənbələn olacaq. Bərabər yanlı olduğundan həm də hündürlük olacaq. Demək, oturacaq 12-də 6, 6. Onda hündürlük 8 olmuş olacaq və mən üçbucağın burada sahəsini tapacağım. Sahəni hesablayacaq. S üçbucaq bərabərdir 2-də 1, 12 vur 8, 48. Üçbucağın yarısının sahəsi də 24 olacaq. Niyə yarısı? İndi bu yarısını deyəcəm. Burada biz bu radius seçsəm, bu üçbucağın yarısının olan bu üçbucağın hündürlüyü olmuş olacaq. Və buranın sahəsi dedik ki 24. Onda S bərabərdir 24 bərabərdir 2-də 1, 10 vurulsun R. R burada hündürlüyü olur. Və buradan 5. R bərabər olacaq. 24-ü 5-ə bölsək. 4,8. Yəni C variantı. 20. Katetləri 6 və 8 olan düzbucaq üçbucağın ən böyük və ən kiçik hündürlüklərin cəmini tapın. Katetlər 6 və 8-dir. Böyük hündürlük, kiçik hündürlük böyük tərəf çəkilmiş olur. Yəni hipotenuza çəkilən hündürlük daha kiçikdir. Əvvəlcə bunu tapaq. H1. Bu H1 bərabərdir 6 vur 8 böl 10. Yəni 4,8. Kiçik hündürlük də, böyük hündürlük də daha doğrusu kiçik tərəf çəkilir. Bu da 8-dir. Yəni H2 də 8-dir. 4,8 üstəyə 8 bərabərdir 12 tam 13,8. Variantlarda yoxdur. Ola bilsin burada. Səhv gedir variantın biri. 21-ci sual. S-nin hansı qiymətlə tənliyin 1-ə bərabər 1 kökü var? Burada deyir ki 1 kökü var. Deməli, burada diskriminant 0 olmalıdır. Yəni 64 çıxılsın 4AC bərabərdir 0-a. Və ya da belə də eləyə bilərik. Deməli, 1 kökü varsa və tənliyin kökü 1-də, yəni x1 də 1 deməkdir, x2 də yəni 1-dir. Onda köklərinin cəmi bərabərdir mənfi 8 böl a-ya. Buradan a bərabərdir mənfi 4-ə. Köklərin hası isə c böl a-dır, yəni c böl mənfi 4. Buradan da c bərabərdir mənfi 4-ə. Deməli, cavab mənfi 4 olacaq A variantı. 22-ci sual hesablayın. Toplamada bilir ki, buna vurmalıyıq. LC tangens 1 tangens 2 vurulsun və s. Tangens 89. Burada da biz əgər bunları çevirsək, yəni tangens 89 olur kotangens 1, burada alınır kotangens 2, kotangens 1 və s. Və bunların da hasilləri tangens kotangens 1 elədiyinə görə alınır tangens LC1 loqaritm 1, bu isə bərabərdir 0-a. Yəni E variantı. 23-cü sual. N'in hansı ən kiçik natural qiymətində i üstü 6 plus 2 n bərabər 1 bərabərlik doğru olar? I xəyal vahiddir. Təbii ki, burada 1 olması üçün i üstü 0 olmalı. Yəni 6 plus 2n bilirik ki 4-ə tam bölünməlidir. Buradan da alınır 3 üstə gəl n bölünsün 2. Və n burada elə məsələn 1 olsa, təbii ki tam bölünəcək. Ən kiçik natural qiymət soruşur. Deməli cavab 1 olacaq.
24-cü sual integral müəyyən integraldır. B plus A-nı soruşur. 2x-in integralı 1-2x kvadratdır. 5-in integralı 5x-dir. A-dan B-yə. B qoysaq B kvadrat üstə gəl 5B çıxılsın A kvadrat plus 5A. Bərabər 13-ə. B kvadrat A kvadrat bərabər 13. B kvadratdan A kvadratı bircə qruplaşdıraq. Buradan da 5'i çıxarsaq və B çıxanı mötərizə xaricini çıxardıq. Qalır B üstə gəl A, üstə gəl 5 bərabər 13. B çıxan 2'dir. Bu 2'dir, onda B üstə gəl A, üstə gəl 5 bərabərdir 6,5 olacaq. Onda B üstə gəl A bərabərdir 1,5 olar. 25-ci sual. Ardıcılığın əksəriyyətini soruşur. Sadələşdirək biraz. 6'ını çıxarsam n kvadrat üstə gəl 3n. Çıxılsın 7. Mən əvvəl tapmalıyım ki, n-ə hansı qiymət versəm daha kiçik olar. Bunu da vurğularına ayırıram. N kvadrat üstə gəl. Buraya yazıram 2'də 3. 2 vur 2'də 3 yazaq. 2 vurulsun 2'də 3. N üstə gəl 4'də 9. Çıxılsın 4'də 9. Çıx 7. Buraya yazaq. N üstə gəl 2'də 3'ün kvadratı çıx 4'də 9. Çıx 7 bərabərdir 6. N üstə gəl 1,5'in kvadratı çıxılsın. Deməli 2'də 27 çıx 7. Mənə lazım idi ki, burada n-ə hansı qiymət verməliyəm. Mötərizə fikir versək 1,5'ə yaxın bir ədəd natural ədəd olmalıdır. Bu şəkildə yazmada məqsədim ki, n naturaldır. Mən onu tapmalıyam. N də 1. Təbii ki 1 olsa daha kiçik olar. O zaman yerinə yazsaq 6 plus 18 çıx 7 bərabərdir 17. Deməli cavab 17 olar. 26-cı sual bərabərsizliyin tam əllərinin cəmini soruşur. 3x-i biz burada t əvəzinə səpərək. T üstə gəl 27 böl t kiçikdir 28. Hər tərəfini t-yə vura bilərik, çünki t müsbətdir. T kvadrat çıxılsın 28t üstə gəl 27 kiçikdir 0. Kökləri 1 ilə 27 olduğuna görə həll olacaq 1-27 arası. Onu yəni 3x böyükdür 1-dən, 3x kiçikdir 27 yazmalıyıq. Yəni x 3'dən kiçik, x bu da 3x böyükdür 3-0 yazarıq. 3x böyükdür 0'dan. Tam əllərin cəmini soruşur. Yəni 0-3 arasında tam həll 1 ilə 2'dir. Onların da cəmi 3 eləyəcək. 27-ci sual. Uyğunluq sualda hündürlüyü 5 köşkdə 3 olan ox kəsiyin təpə bucağı alfadır. Konus. Hündürlüyü isə 5 kök altı 3. Birinci 90 dərəcə olarsa buna baxaq öncə. Bu bərabər yanlı düzbucaqlı bıçaqdır. Bu median həm də hündürlüyü olur. Median olduğuna görə bu 5 köşkdə 3 olur. Bu olur 5 köşkdə 6. İndi radius oldu 5 köşkdə 3. L doğran 5 köşkdə 6. Yan səhət 50 pi olmayacaq. Doğranı 10 deyir. Həcminə baxaq. 3'də 1 pi r kvadrat 75 vurulsun h5 kök altı 3. Bu da olmayacaq. Oturacağın rəsi 15 olmayacaq. Həcmi 125 kök altı 3 aldıq. Yəni 1'ə E bəndi. İkinci. Təpə bucağı 120. 120 isə bu 60 olacaq. 30 olacaq. Onda 60 dərəcə bucaq qarşısına katet. Bunun köşkü 3 misli olacaq. Köşkü 3'ə vursaq 15. Yəni radius 15 olmuş olacaq. Bu isə olacaq 10 kök altı 3. İndi həcminə baxaq. 3'də 1 S oturacaq. Pi r kvadratdan. Pi r kvadrat. Olsun h. Bu da deməli 225 kök altı 3 pi.
Bu da olmadı. Oturacağın radisi D. 15 bəli. 2'ye D oldu. Burada həcm bu 5 olmalıdır. Mən deməli 25 tamam. Bu həcmi təzədən hesablayaq. Deməli burada olacaq 5 qalacaq burada. 75 vur 5. Kökdə 3 bu da 375 kök altı 3 pi olacaq. Yəni C də buna uyğun gələcək. D, C. Üçüncü alfa 60'dır. O zaman bu 30 olacaq. Bu 60 olacaq. Və 60 dərəcə bizə qarşısına qayıdır. Bunun kökdə 3'dür. Onun radius 5 olacaq. Doğran da 10 olacaq. Yan səthinə baxaq. PRL 50 pi doğru. A uyğun gələcək. Bir də doğranın deyir ki 10'dur. B uyğun gələcək. 28-ci sual. Funksiyasının qrafikinə bu cəmsalı K bərabərdir. F'(0) olan toxunanın tənliyini yazın. Törəmə -1'ə bərabərdir. O zaman törəməni tapırıq. 4x üstəgəl 3 bərabərdir -1. Buradan x bərabərdir -1'ə. Yəni x0 -1 oldu. İndi toxunanın tənliyini yazırıq. Fx0 üstəgəl f'(x0) x çıx x0. İndi burada fx0 əvvəldə tapaq. Yəni f -1'i 2 çıx 3 üstəgəl 2 bərabərdir 1. Sonra f'(x0'ı tapaq. Yəni f' -1. Yerinə qoysaq -4 üstəgəl 3 bərabərdir -1. Və bu tapdıqlarımızı artıq toxunanın tənliyində yerinə qoya bilərik. 1 çıx 1 x çıx üstəgəl 1 olacaq. Buradan y bərabərdir 1 çıx x çıx 1 y bərabərdir -x. Toxunanın tənliyi bu olacaq. 29-cu sual. Bir avtoyumaz servisində günəşli günlərdə 18 maşın, yağışlı günlərdə isə 6 maşın gəlir. Aprel ayında cəmi 240 maşın gəlmişdirsə, bu ayın neçə gün yağışlı olmuşdur? Deyək ki, yağışlı günlər x gün, günəşli də olsun y. Aprel ayı 30 gün olduğundan x üstəgəl y bərabər 30'a. Günəşli deyir ki, yağışlı günlərdə 6 maşın gəlir. O zaman 6x maşın olacaq. X gün yağışlı keçibsə. Günəşli 18 üstəgəl 18 y bərabər 240. Sistemi qurduq. Artıq bunu həll etmək olar. Deməli x üstəgəl y bərabər 30. 6'ya bölsək 40. Və bunu tərəf-tərəf tutsaq 2y bərabər 10, y bərabər 5'ə. Günəşli gün 5 ise yağışlı gün soruşur. Deməli 25 gün yağışlı olur. 30-cu sual. İspat edin ki, rombun D1 və D2 diagonalları ilə A tərəfi arasında D1 kvadrat D2 kvadrat bərabər 4A kvadrat bərabərliyi doğrudur. Tamam. Bu D1 olsun. Buna alfa deyək. Bir dənə də romb çəkək. Ya da bunu təzədən 2 dənə romb çəkək ki, burada qarışıqlıq olmasın deyə dedim. D1 alfa. D2 bu da 180 çıx alfa olacaq. Tərəf adı. Hər ikisinə kosinuslar terimini yazaq. Deməli D1'in kvadratı bərabərdir A kvadrat üstəgəl A kvadrat çıxılsın 2 vurulsun A vurulsun A vurulsun kosinus alfa. D2'nin kvadratı bərabərdir. İndi o biri diagonal üçün yazaq. A kvadrat üstəgəl A kvadrat çıxılsın 2 vur A vur A vur kosinus 180 çıx alfa. Buradan D1'in kvadratı olacaq. 2A kvadrat çıxılsın 2A kvadrat kosinus alfa. Burada D2'nin kvadratı bərabər olacaq. 2A kvadrat 180 çıx alfa eləyəcək. Mənfi kosinus alfa. Yəni üstəgəl 2A kvadrat kosinus alfa eləyəcək. Baxın bu
çevirmə düsturuna görə mənfi kosinus alfadır. Ona görə bu üstəgəl olur. İndi bu sistemi mən alt-alta toplasam, bunlar getdi, qaldı D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A kvadrat. Deməli, teorem isbat olundu. Burada sınavımız bitdi. Dinlədiyiniz üçün çox sağ olun. Paylaşmağı unutmayın.